Əmlak TV izləyiciləri, 3 otaqlı evlə çox gözəl, göyçək, dostu qardaşa qismət olsa evdir. Həqiqətən mən özüm üçün ev almalı olsam bu evi alaram. Nəyə görə? Çünki özün üçün necə tikilir ev? Kəməri, bünövrəsi, qoşadaşla, kəmərlə, betonla necə lazımdır inşa olunan evdir. 3 otaqlıdır, 2 sotun içindədir, paket kupçalı. Evimizin də yerləşmə yeri haradadır? Azad tələsmə. Evimizin yerləşmə yeri yerləşir Cabrat dairəsinə yaxın Seyid Marketin arxasında. Bir dənə zəhmət olmuş, bax videomuzu izləyirsiniz, amma bəyənmirsiniz. Nəyə görə bəyənmirsiniz bilmirəm. İzlənmə çoxdur, bəyənmə az. Bir dənə zəhmət olmuş, bəyənməni basın, kanalımıza da abunə olun. Bax, girdik dəhlizimizdir. Giririk mətbəx otağını göstərir sizə. Mətbəx otağı sağ tərəfdə yerləşir. Evdə tamamlama işləri gedir. Sağ tərəfdə yerləşir bizim qonaq otağımız. Divar kağızları vurulur, qapıları qoyulur zövqə uyğun. Fasaddakı astar fasad idi, üstünə rəng vurulacaq tezdən. Bura bir yataq otağımızdır, bu da ikinci yataq otağımızdır. Bu ev almağa tələsin həqiqətən. Çox gözəl, dosta qardaşı qismət olsa evdə otaqlarımızı görürsünüz necə işıqlıdır. Burada hamam otağımızdır, üstü döşəmə ilə, asma tavanı ilə necə lazımdır. Aksesuarlar da hamam aksesuarlar qiymətin daxilində yığılıb sizə təhvil veriləcək. Qiymət neçə idi? 85 min manat. Paket kupçalı, evin və torpağın kupçası ilə avtomatlar da göz qabağındadır. İstifadə olunan şunuruna kimi hər bir şeyi göz qabağında. Hamısı ayrı-ayrıdır. Kombikindən tutmuş kondisionerinə kimi. Belə deyək də, yerləşmə yerində söhbəti yoxdur. Zəhmət olmasa kanalımıza abunə olun, videonu da bəyənin. Yerləşmə yerini dedim sizə, sənədimizlə paket kupsa 85 min manat 3 otaq. Tələsin bu evi almağa, yeni çıxıb satışa, hələ çəkməyibləri, biz çəkib paylaşırıq. Çünki bunlara hazır olmamış satılacaq bu evlər. Bugünə bu qədər. Çox sağ olun, minnətdarım.